Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Genlərin qarşılıqlı təsiri cinsiyyətin genetikası mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. Elə isə birinci testlə başlayaq. Drozofil milçəyinin somatik hüceyrəsinin nüvəsində neçə cüt xromosom olur? Biz bilirik ki, drozofildə 2-nin bərabərdir 8, cüt olaraq da desək, o da 4-ə bərabərdir. Ona görə də 1-də düzgün cavabımız olacaq Y variantı. 2-yə baxaq. İnsan qametində neçə cinsiyyət xromosomu olur? Qametdən danışdığımıza görə cinsiyyət xromosomunun sayı 1 dənə olacaq. Əgər ki, desəydi normal şəkildə somatik hüceyrəsində nə qədər cinsiyyət xromosomu var, onda biz 2 dənə götürəcəkdik. 3-ə baxaq. İnsanın somatik hüceyrəsinin nüvəsində neçə cinsiyyət xromosomu vardır? Bəli, bayaq dediyimiz, yəni bundan əvvəlki testdə dediyim fikrimiz artıq burada öz təsdiqini tapır. Deməli, somatik hüceyrəsində 2 dənə cinsiyyət xromosomu olur. 4-ə baxaq. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəsildən nəslə ötürülür? Deməli, insanda irsi xəstəliklər həmişə cinsiyyət hüceyrələri vasitəsilə nəsildən nəslə ötürülürdü. Sonra cinsi çoxalma zamanı irsiyyətin maddi əsası harada yerləşir? Deməli, cinsi çoxalma zamanı irsiyyətin maddi əsası əsasən cinsiyyət hüceyrələrində yerləşir, çünki cinsiyyət hüceyrələri vasitəsilə ötürülürdü. 6-ya baxaq. AB genotipli 4-cü qan qrupuna malik insan bu əlamətə görə neçə tip qamet əmələ gətirə bilər? Baxaq, AB tipli insandırsa, təbii ki, bu qamet verəndə nə edəcək? Birinə böyük A, birinə də böyük B. Yəni, 2 tip qamet əmələ gətirmiş olacaq. 6-da düzgün cavabımız olacaq D variantı. 7-yə baxaq. A0 genotipli 2-ci qan qrupuna malik insan həmin əlamətə görə neçə tip qamet hazırlayacaqdır? Yenə əvvəlkində olduğu kimi 1A, bir də 0 qametini verəcək ki, bu da 2 dənə qamet əmələ gətirmiş olacaq. 8-ə baxaq. Kişi orqanizminin qametində neçə autosom var? Deməli, kişi orqanizminin qametində bilirik ki, xromosom sayı bizdə normalda 2-nin bərabərdir 46-ya, n bərabərdir 23-ə. Bunu da autosom və cinsi olaraq ayırsaq 22 üstə gələk 1. Deməli, kişi orqanizminin qametində neçə autosom xromosom oldu? Təbiidir ki, 22. Düzgün cavab C variantı. Kişi orqanizminin sayı əzələ hüceyrəsində neçə autosom müxtəlifliyi vardır? Deməli, burada da baxın, autosom müxtəlifliyi soruşduğuna görə biz 22-ni götürürük. Bir də deməli, sayı əzələ hüceyrəsində, yəni hüceyrədə olan xromosomlu fərqi yoxdur, hansı hüceyrə olursa olsun, orada xromosom müxtəlifliyi deyirsə, onda biz orada xromosom müxtəlifliyini həmişə haploid sayı ilə götürürük. Sonra 10-cuya baxaq. Birinci nəsildə hibridlərin eyniliyi özünü onda göstərirdi ki, bu deməli Mendelin qanunu idi və bütün birinci nəsil bilirsiniz ki, həm fenotipə, həm də genotipə görə çarpazlaşdırında eyni olurdu. Yəni yaşıl və sarı noxudları çarpazlaşdırırdıq, alınan bütün, yəni birinci nəsil alınan bütün noxudların hamısı olurdu sarı rəngdə. Ona görə də burada düzgün cavab olaraq A variantını götürürük. 11-ə baxaq. Deyir, tısbağanın dişi fərdlərinə cinsiyyət xromosomlarının hansı dəstə aiddir? Tısbağa bilirik ki, heterogametlər, yəni dişiləri heterogametlər. Ona görə də bunların dişiləri hansı olurdu? X, Y heterogamet olduqlarına görə həm X, həm də Y xromosomları var idi. Ona görə də 11-də düzgün cavabımız olacaq C variantı. 12-yə baxaq. Çöl göyərçinin dişi fərdlərinin cinsiyyət xromosomları, demək, sürünənlərdə, quşlarda, bir də kəpənəkdə, dişilərdə XY-dir cinsiyyət xromosomları. İndi burada da düzgün cavabımız olacaq D variantı. 13-ə baxaq. Əgər itdə xromosomların diploid yığımı 78 olarsa, onda neçə cüt cins xromosom olar? Deməli, diploid sayı, yəni 2-nin deyir, bərabərdirsə 78-ə, onda neçə cüt cinsi xromosom olacaq? Bu demək, neçə olursa olsun fərqi yoxdur. Baxın, bunun 76-sı autosomdur. Yenə də 2 dənə cinsisi qalıbdı yerində. Ona görə də bizə də cütlə soruşduğuna görə 2 deyil, deyirik ki, 1 cütdür. 13-də düzgün cavabımız olacaq B variantı. 14-də baxaq. Drozofil milçəyinin spermatozoidində autosom xromosomlarının sayı. Deməli, bunun 2-ni bərabər idi 8-ə, eni bərabərdirsə 4-ə. Bu 4-ün də 3-ü autosom, 1-i isə cinsi idi. İndi mənə autosom xromosomların sayını soruşur. Demək, qametində olan autosom xromosomlarının sayı 3-ə bərabərdir. 14-də düzgün cavabımız olacaq A variantı. Drozofil milçəyinin yumurta hüceyrəsində autosom xromosomlarının sayı. Demək, spermatozoid də yumurta hüceyrədə qametdir. Ona görə də hər ikisində autosom xromosomların sayı 3-ə bərabər olacaq. 15-də düzgün cavabımız C variantı.
16-ya baxaq. Hansı sıradakı orqanizmlərdə dişi homoqametlik müşahidə olunmur? Yəni dişiləri heteroqametlər. Bizə dedik ki, dişiləri heteroqamet olanlar hansılar oldu? Deməli, sürünənlər, quşlar və kəpənəklər oldu. İndi bizim də dediklərimizdən burada olanlar kəpənək var. Kərtənkələ də bilirsiniz ki, sürünənlərə aiddir. Ona görə də 16-da düzgün cavabımız D variantı. 17-yə baxaq deyir, dünyaya gələn övladlar yalnız ikinci qan qrupuna malikdirsə, verilmiş sırada valideynlərin ən çox ehtimal olunan genotiplərinin sayını tapın. Biz bilirik ki, ikinci qan qrupu hansıları idi? Böyük A, böyük A və böyük A, bir də 0 idi. İndi əgər doğulan uşaqların hamısı ikinci qan qrupuna malik olublarsa, onda valideynlərdən ola bilər ki, hər ikisi belə qan qrupuna malik olsun və yaxud da ki, biri böyük A, böyük A, digəri isə böyük A, 0-a malik olsun. Baxaq ki, bunlara oxşar hansıdır? Deməli, böyük A, böyük A, A0, AA, böyük A, böyük A, böyük A, böyük A. Demək, yazdığımız hansı cavaba uyğun gəldi? C variantına uyğun gəldi. 18-ə deyir, ailədə dünyaya gələn 4 övladın ikisi 1, ikisi isə ikinci qan qrupuna malikdirsə, valideynlərin ən çox ehtimal olunan genotiplərini təyin edin. Demək, 4 uşaq doğulubdur, onlardan İkisi birinci qan qrupuna malik olubdur, ikisi isə ikinci qan qrupuna malik olubdur. Onda bizdə deməli, əgər ki 4 uşaqdan yarı-yarıya doğulublarsa, demək ki, burada baxın, birinci qan qrupu ilə ikinci qan qrupu çarpazlaşıb. Çünki ancaq birinin nişanı. Baxın, bu mənə verəcək 0, 0, bu da A, 0. Çarpazlaşdırsam A0, bu gəlsə 0, 0. Bunlar da yenə çarpazlaşdırsaq A0, bu da gəlsə 0, 0. Demək, neynədir? Baxın, 4 uşaqdan ikisi ikinci qan qrupu, ikisi isə birinci qan qrupu olacaq. Deməli, biz 0, 0 və A0-ı çarpazlaşdırdıq. Bizdə də uyğun gələn cavab hansı oldu? 0, 0, A0. Burada da demək 18-də D variantı uyğun gəldi. 19-a baxaq. Dişi heteroqametliyə hansı onurallarda təsadüf edilirdi? Dedik, dişləri heteroqamet olanlar, sürünənlər, quşlar və kəpənəklər idi ki, burada da düzgün cavabımız Y variantına uyğun gəlir. 20-yə baxaq. Drozofil milçəyinin nəslində dişi və erkək fərdlərinin daha çox təsadüf edilən nisbəti hansıdır? Deməli, nəsildə dişi və erkək fərdlərin həmişə nisbəti 1-in 1-ə olmalıdır ki, o nəsil öz sonra, yəni davam elətdirə bilsin nəslinin sayını. Ona görə də 20-də düzgün cavabımız C variantı. 21-ə baxaq. Aşağıda göstərilən canlılardan hansının həm dişi, həm erkək fərdində bütün cinsiyyət xromosomları eynidir? Yəni, ya X-dir, ya da məsələmiz üçün Y-dir. İndi burada baxaq görək hansı uyğun gəlir. Tısbağada fərqli idi. Erkək XX-idir, dişi XY. Göyərçində həmçinin, drozofil milçəyində yenə də insan kimi idi, meymun da insan kimi idi. Amma bal arısı, xatırlayırsınızsa, onun erkəyinin, məsələmiz üçün, xromosom dəsti tutalım, deyirəm X-dir. Bunda fərq eləmirdi. Yəni, onlarda istər erkək, istərsə dişi fərqi yoxdur. Xromosom dəstləri eyni idi. Yəni, XY formasında ayırmırdıq. 21-də düzgün cavabımız A variantı olur. 22-yə baxaq. Göstərilən variantlardan hansında dişi fərdlərin hamısı cinsiyyət xromosomlarına görə homoqametdir? Dişi fərdlərin hamısı dişi fərdləri artıq homoqamet olsun. Dedik ki, quşlar, sürünənlər, bir də kəpənəyi çıxacaq. Burada da onları çıxsaq, bizdə geriyə qalan nə olacaq? Deməli, drozofil milçəyi, qaramal, bir də insan. Çünki bunların hamısı dişiləri heteroqametlərə aid oldu. Deməli, 3, 4 və 5 düzgün cavabımız olacaq D variantı. Sonra 23-ə baxaq. Deyir ki, göstərilən variantlardan hansında erkək fərdlərin hamısı cinsiyyət xromosomlarına görə homoqametdir? Erkəklər homoqametdirsə, demək dişiləri heteroqametdir. Ona görə mən dişiləri heteroqamet olanları tapım. Dedik ki, sürünənlər, quşlar və kəpənək hansı uyğun gələcək? Ev göyərçini, cəld kərtənkələ, bir də kələm kəpənəyi. 1, 2 və 5. Demək, 23-də düzgün cavabımız olacaq D variantı. Poliploid orqanizmlərdə alınan diploid qametlər hansı qametlə birləşdikdə triploid ziqot əmələ gəlir? Baxın, elə aydın şəkildə bizə burada veribdir. Fikirləşməyimizə heç ehtiyac yoxdur. Diploid qamet nə ilə birləşsə triploid olar? Diploidin üzərinə haploid gəlməliyəm ki, o ikisi triploid ziqot versin mənə. Deməli, 24-də düzgün cavabımız olacaq Y variantı. 25-ə baxaq. Valideynlərin hər ikisinin qan qrupu 4 olarsa, bu ailədə hansı qan qruplarına malik uşaqların doğulma ehtimalı olar? Deməli, valideynlərdən hər ikisi 4-cü qan qrupuna malikdir.
ata da 4'dür, ana da 4'dür. Bunlar hansı qameti verər bizə? A və B. Bu da həmçinin böyük A, böyük B qametini verər. Çarpazlaşdırsam, aha, baxaq. Böyük A, böyük A, böyük A, böyük B. Yəni ikinci qan qrupu, dördüncü qan qrupu. Sonra AB, yenə AB dördüncü qan qrupu və BB üçüncü qan qrupu. Demək, birdən başqa hamısını bizə verər. İndi baxaq görək burada uyğun gələn hansıdır? Birdən başqa hamısı, yəni 2, 3 və 4'ü verirdi. 25'də düzgün cavabımız deməli olacaq Y variantı. 26'ya baxaq. Atanın qan qrupu birinci, ananın qan qrupu isə dördüncüdür. Onların uşaqları hansı qan qrupuna malik olacaq? Deməli, atanın qan qrupu 1'dir, ananın qan qrupu 4'dür. Ana 2 dənə AB qametini verəcək, bu da bir dənə 0 qametini. Baxaq. Deməli, 0 ilə A birləşdi. A 0 oldu neçənci qan qrupu? İkinci qan qrupu. 0 ilə B birləşdi, oldu üçüncü qan qrupu. Deməli, bizə yalnız verə bilər 2'ni və 3'ü. Baxaq görək, burada düzgün cavabımız nədir? 26'da uyğun gələn cavabımız 2 və 3, o da oldu D variantı. 27'ye baxaq. Əgər ikinci qan qrupu olan oğlanla dördüncü qan qrupu olan qız evlənirsə, doğulan uşaqların qan qrupları necə olar? Deməli, ikinci qan qrupu olan oğlanla qan qrupunu bizə verib, görürsünüz mütərizədə. A0. Ondan deyir ki, dördüncü qan qrupuna malik qız ailə qrupdur. Hər ikisi 2 dənə qamet verir. Baxın, A0. Bu da AB. Çarpazlaşdırsam, böyük A, böyük A, demək neçənci qan qrup? İkinci qan qrup. Böyük AB. Aha, dördüncü qan qrup. A0, yenə ikinci qan qrup. B0, üçüncü qan qrup. Demək, 2'dən, 1'dən başqa hamısı olacaq uşaqlarda. 2, 3, 4. Baxaq görək burada hansı uyğun gəlir? 2, 3, 4. 27'də düzgün cavabımız A variantı olur. 28'e baxaq. Birinci qan qrupu olan oğlanla üçüncü qan qrupu olan qanı olan qız evləndikdə doğulacaq uşaqların qan qrupunun necə olduğunu müəyyənləşdirin. Burada bizə artıq deməyib üçüncü qan qrupu olan qız necədir. Ona görə də biz hər ikisini də yazaq. Deməli 0, 0, BB. Bu mənə 1 qamet versin. Bu da 1 qamet versin. Burada doğulacaq uşaqların hər biri olacaq üçüncü qan qrupu. Yox, əgər baxın 0, 0, B0 verirsə, onda mənə bu bir dənə qamet verər. Bu da 2 dənə qamet verər. Burada doğulan uşaqlar baxın 0, yəni B0 üçüncü qan qrupu. 0 ilə də 0'ı birləşdirsəm, olar birinci qan qrupu. Demək, hansı qan qrupları ola bilər? 1 və 3. Ona görə də 28'də düzgün cavab kimi C variantını götürürük. 29'a baxaq. 2 heterozigot boz adı dovşanının çarpazlaşması nəticəsində nəsildə 9, 4, 3 nisbətində boz, ağ və qara rəngli adı dovşanlar alınmışdır. Bu hadisə göstərilərdən hansı ilə əlaqəlidir? Baxın, bizdə verilən boz dovşanları çarpazlaşdırıb onun fenotipində veribdir. Deməli, epistazdan danışılır. Epistazda nəyə aid idi? Qeyri-allel genlərin qarşılıqlı təsirinə aid idi. 30'a baxaq. Birinci qan qrupu olan ata ilə ikinci qan qrupu olan ananın uşaqlarının qan qrupunu müəyyənləşdirin. Deməli, ata birinci qan qrupudur. 0, 0. Ana isə ikinci qan qrupudur və mütərizədə ananın qanı necədirsə onu veribdir. Deməli, bir dənə qamet versin, 2 dənə qamet versin bizə. Aha, 0 ilə A birləşsə A0 ikinci qan qrupu, 0 ilə də 0'ı birləşdirsək birinci qan qrupu. Demək, burada neçənci qan qrupuna malik uşaqlar doğulacaq? Birinci və ikinci qan qrupuna. 30'da düzgün cavabımız olacaq A variantı. 31'ə baxaq. Deməli, bizə şəkildəki kimi genotipli orqanizmdə gen sahələrinin mübadiləsi baş verəndən sonra alınan qametlər göstərilibdir. Və deyir ki, bu qametlərdən hansıları gen sahələrinin mübadiləsi nəticəsində yaranmamışdır. Baxın, belə qamet olanda bunun X forması, X çəkin üstündə. Bu X-in uclarının birləşdiyi hissələr, deməli, gen sahəsinin mübadiləsi baş verənlərdir. Düz qalan hissələr isə yox. Baxın, belə demək istədim. Bircə dəqiqə bunu da yazaq. A, B, bir də belə veribdir, elə deyil. Baxın, aha, belə bir dənə X çəkdim. Deməli, bu X-i birləşdirənlər gen sahəsinin mübadiləsi nəticəsində yaranıbdır. Yəni, bax, böyük A, böyük B. Aha, burada da kiçik A, böyük B. Qalanlar isə gen sahəsinin mübadiləsi getmədən yaranıbdır. Yəni, bağışlayın, bu böyük A, kiçik B idi. Aha. Deməli, burada olanlar isə eyni xətt üzərində yerləşənlər isə
Deməli, gen sahəsinin mübadiləsi getmədən yaranıbdır. Aha. İndi bizə nə deyir? Deyir, bu qametlərdən hansılar gen sahələrinin mübadiləsi nəticəsində yaranmamışdır? Yaranmayan hansılar oldu? Eyni xətt üzərində yerləşənlər gen sahəsinin mübadiləsi nəticəsində yaranmayıbdır. Yəni, böyük A, böyük B, bir də kiçik A, kiçik B demək. 31-də düzgün cavabımız uyğun gələn B variantıdır. 32-yə baxaq. Yenə bizə genotip veribdir və deyir ki, bunlarda xromosomların gen sahələrinin mübadiləsi baş verəndən sonra alınan qametlər əmələ gəlibdir, yəni göstərilən qametlər yaranıbdır və bu qametlərdən hansılar xromosom çarpazlaşması nəticəsində yaranmışdır? Yenə dedim, X formasında çəkdik. X-a uyğun gələn hansı idi? A ilə B, burada da kiçik A ilə böyük B-dir. İndi bunlar xromosom çarpazlaşması nəticəsində, yəni gen sahələrinin mübadiləsi nəticəsində yaranıbdır. İndi deyir, hansıları, yəni bu xromosom çarpazlaşması nəticəsində yaranıb? Baxın, böyük A, kiçik B, kiçik A, böyük B. Hansılar uyğun gəlir? Böyük A, kiçik B, kiçik A, böyük B. Demək, 32-də düzgün cavabımız olur C variantı. 33-ə baxaq. Deyir, qeyri-tam dominantlıq şəraitində genotipi müəyyən etmək üçün analiz edici çarpazlaşma aparmağa ehtiyac varmı və nə üçün? Deməli, bilirik ki, qeyri-tam dominantlıqda, yəni çəhrayı çiçəklərin yaranması idi ki, çəhrayı çiçəkləri bir-birinə çarpazlaşdıranda, deməli, qırmızı, ağ və çəhrayı rəngli çiçəklər yaranırdı. Ona görə də bunlar arasında analiz edici çarpazlaşmanı aparmağa ehtiyac yox idi. Çünki fərdin heterozigotluğu elə fenotipdə də üzə çıxırdı. Yəni, üzə çıxanda bilirdik ki, məsələn, böyüyə qırmızıdır, kiçiyə ağdır, böyüyə kiçiyə olanda isə bilirdik ki, çəhrayıdır. Ona görə də 33-də düzgün cavabımız A variantıdır. 34-də baxaq. Tam dominantlıq şəraitində genotipi müəyyən etmək üçün analiz edici çarpazlaşmanı aparmağa ehtiyac varmı və nə üçün? Artıq burada aparmağa ehtiyac var. Niyə? Çünki alınan deməli fərdlərin mən bilmirəm onlar safdılar, yoxsa yəni homozigotlar, yoxsa heterozigotlar. Ona görə bunlarda mən analiz edici çarpazlaşmanı aparmalıyam. Ona görə burada demək var, çünki genotip fenotip isə bir-birindən fərqlənmir. Uyğun gələn budur. Baxın, yəni bu da sarıdır, bu da sarıdır. Mən buna baxanda xarici görünüşcə bilmirəm bunun fenotipi fərqli, genotipi fərqlidir. Ona görə də deyirik ki, bunlarda analiz edici çarpazlaşmanı aparmağa ehtiyac var. 34-də düzgün cavab C variantı. 35-ə baxaq. Deyir, məməli heyvanın diploid hüceyrəsinin nüvəsində 24 xromosom sayılmışdır.